Atan sabah bizə gələcək. Bardan çıxdı. Zəng eləmişdi. Özüm zəng elədim, çağırdım. Atan sənə görə narahatdır. Doğrudan. Qoy səni görsün, rahat olsun. Çox sağ ol. Bayaqkına görə də səndən özür istəyirəm. Özümdə olmadım, əsəbləşdim. Narahat olma. Oldu keçdi. Elxan müəllim, sizin işləriniz necə gedir? Eşitdim, şirkətinizi böyüdürsünüz. Hə, elə bir niyyətimiz var. Görək nə olur. Lap yaxşı, xeyirli olsun. Çox sağ ol. Əslində uzun zamandır atam şirkəti böyütmək istirdi. Hətta bir neçə vaxt ki, bu işlərlə məşğuldur. Yəqin atama təzə işçilər də lazım olacaq, düzdür? Qızım, bəlkə şirkətə qayıtmaq istəyirsən, hə? Banunu işe götürsen gerek. Torulu da işe götüresen. Onlar birbirinden ayrı qala bilmir. Elə bil ki, Şahmar müəllim evlənməmişdən qabaq mən sizdən işləyirdim axı. Yaxın günlərdə Zeytun bağının açılışı olacaq. Toğrul ona görə çox həyəcanlıdır. Çünki ən çox elə əməyi keçən insanlardan biri Toğrul özü olur. Qızım, insan əmək verdiyi işə can yandırır. Onun qayğısına qalır. Torpaq, ağac, gələ buna qulluq eləyəsən. Qulluq eləməsən, nə olacaqsa olacaq. Ona görə bu işdə zərgər kimi dəqiq olmaq lazımdır. Düzdür Cahangir müəllim? Düz deyirsən, düz deyirsən. Elə biz də buna görə çalışırıq. Xeyirli olsun. Toğrul belə işlərdə diqqətlidir. Şahmarın da əməyi, dəstəyi var. Bunu da unutmayaq. Xeyirli olsun. Yaxşı, biz kimik? Geç. Elxan müəllim, bu qədər hadisələr yaşandı. Bilirəm ki, siz də buna görə narahatsınız. Toğrul, bir ata kimi haqlıyam, hə? Hə, əlbəttə. Əlbəttə, haqlısınız. Amma mən Banuya dəyər verirəm. Ona qarşı elədiyim səhvi düzəltməyə çalışıram. Yəqin ki, siz də bir ata kimi yanımızda olub, anlayış göstərsəz, sevinərəm. Mənim də istədiyim budur. İstəyirəm ki, bir-birinizin qayğısına qalasınız. Ata üçün bundan böyük xoşbəxtlik ola bilər. Cahangir müəllim, reis gəlib. Ha, buyurun, buyurun. Reis, buyurun, buyurun, gəlin. Buyurun Ələksən. Yəqin ki, narahat eləmədim. Yok, yok, sağ ol. Solmaz, reisi bir çay getir. Oldu. Xeyr ola. Toğruldan şikayət var. Əslində bizim əməkdaşlar gələcəkdi. Ortada xətir-hörmət olduğuna görə dedim gəlim özüm sizinlə danışım. Reis, başa düşmədim. Nə olub ki? Nə şikayət? Bilməm, o sizin tarlalarda yetişdirdiyiniz organik məhsullarla bağlı. Nə olub ki məhsullarımıza? Yoxlanış zamanı məhsulların tərkibində kimyəvi maddələr aşkarlanıb. Reis, bəlkə nəsə səhv olub orada. Şahmar, nə məsələdir? Məncə də ola bilməz elə şey. Ama bir de yoxlamaq lazımdır. Yox, 2 dəfə yoxlanılıb. Təəssüf ki, cavab eynidir.